Salam, Zehin Pod adından hər birinizi salamlayırıq. Bugünkü dərin təhlilimizdə Umberto Eco'nun Orta əsrlər haqqında çoxqatlı kitabının 4-cü cildinə baş vururuq. Yəni 15-ci əsrə fokuslanırıq. Elə bir əsr ki, Eco onu, belə deyək, möhtəşəm bir ziddiyyətlər dövrü kimi təsvir edir. Bir tərəfdə müharibələr görürük, təqiblər var, amma digər tərəfdə də Renesansın o inanılmaz yaradıcılığı, humanizmin yüksəlişi baş verir. Məqsədimiz sizin üçün bu zəngin, hətta deyərdim biraz da qarışıq görünən cildən ən vacib məqamları, ən təəccüblü faktları çıxarmaqdır. Gəlin baxaq görək. Bəli, salam. 15-ci əsr həqiqətən də çox qəribə bir dövrdür. Sanki bir körpü kimidir, orta əsrlərin sonu, amma eyni zamanda tamamilə yeni bir eranın. Yəni, yeni çağın başlanğıcı. Eco'nun kitabı da məhz bunu çox gözəl göstərir. Cəmiyyət, fəlsəfə, ədəbiyyat, elm, incəsənət, bütün bu sahələri əhatə edərək bu mürəkkəbliyi, bu keçid dövrünü açır qabağımızda. Və burada ən maraqlı olan odur ki, bu qədər fərqli, hətta ziddiyyətli proseslər necə olub ki, eyni vaxtda baş verib. Məsələn, Elə isə gəlin başlayaq o qarışıqlığın bəlkə də ən çox gözə çarpan tərəfindən müharibələrdən və siyasi dəyişikliklərdən. Əsr boyu davam edən 100 illik müharibə. Düzdür, artıq sonlarına yaxınlaşır, Trua, Arras kimi müqavilələr var, amma yenə də Avropanın qanına axıdır. Hə. O müharibənin təsiri çox böyükdür. Amma bəlkə də daha simvolik, daha kəskin bir hadisə 1453-cü ildə Konstantinopolun süqutu oldu. Bu sadəcə bir şəhərin alınması deyildi. Eco da bunu vurğuluyur, elə deyilmi? Yəni, bunun təkcə simvolik olmadığının praktiki nəticələrinin də olduğunu deyir. Tamamilə doğrudur. Bu bir yandan Bizansın millilik tarixinin sonu idisə, digər yandan Osmanlıların, xüsusən Sultan II. Mehmedin hərbi gücünün, top texnologiyasının, yəni barıtın gücünün Avropaya bir nümayişi idi. Qərbi Avropada da vəziyyət çox dinamik idi. İspaniyada əsrlərdir davam edən Reconquista, yəni müsəlmanların İber yarımadasından çıxarılması prosesi 1492-də Granadanın süqutu ilə başa çatır. Bu, İspaniya krallığının formalaşmasında çox mühüm bir addım idi. Eyni ildə başqa bir hadisə də olur axı, Yahudilərin qovulması. Ona sonra toxunaraq yəqin. Amma digər güclər, Habsburqlar yüksəlir deyirik. Bəli, Habsburqlar evliliklər və diplomatiya yolu ilə təsir dairələrini genişləndirirlər. Gələcəyin nəhəng imperiyasının təməlləri atılır. İngiltərəyə baxsaq, orada da qanlı bir mübarizə gedir. Güllər müharibəsi, Yorklar və Lankasterlər taxt uğrunda vuruşurlar. 3-cü Richard Bosworth döyüşü, Shakespeare'in piyeslərindən də tanış olan hadisələrdir. Şərqi Avropada da maraqlı proseslər gedir. Polşa, Litva birliyi o dövrün ən böyük dövlətlərindən birinə çevrilir. Onlar da Tevton ordeni ilə mübarizə aparırlar. Nəticədə Torn müqaviləsi 1466 ilə ordenin gücü xeyli zəifləyir. Bütün bunlar, yəni bu müharibələr, müqavilələr, sülalə dəyişiklikləri əslində müasir Avropa dövlətlərinin sərhədlərinin və siyasi strukturlarının formalaşması prosesinin bir hissəsidir. Eco bu mənzərəni çox detallı çəkir. İtaliyadakı vəziyyət də çox mürəkkəb idi. Vahid bir dövlət yox, Florensiya, Venetsiya, Milan kimi güclü şəhər dövlətlər bir-biri ilə rəqabət aparırdı. Bu qədər münaqişə, bu qədər dəyişiklik. Bəs cəmiyyətin özü, sıravi insanlar necə yaşayırdı? Eco kitabında çox maraqlı bir məqama, kənarda qalan təqib olunan qruplara da diqqət yetirir. Bəli, bu çox vacib bir nöqtədir. Çünki 14-cü əsr təkcə müharibələr və ya Renesans deyil, həm də çox ciddi sosial gərginliklər və təqiblər dövrüdür. Marranolar, yəni xristianlığı qəbul etməyə məcbur edilən, amma gizlində öz dinini saxladığına inanılan yahudilər. Sonra Moriskolar, eyni vəziyyətdə olan müsəlmanlar və əlbəttə 1492-ci ildə İspaniyadan kütləvi şəkildə qovulan yahudilər. Bu hadisə Sefarad diasporasının yaranmasına səbəb oldu. Onlar Aralıq dənizi hövzəsinə, Osmanlı imperiyasına, Şimali Afrikaya yayıldılar. Çingənələrin də adı çəkilir kitabda, onların Avropadakı mövcudluğu. Onların da Qərb Avropaya gəlişi məhz bu dövrlərə təsadüf edir və onlara qarşı da münasibət bir mənalı deyildi. Tez-tez şübhə və təqiblərlə üzləşirdilər. Bütün bu qrupların taleyi əslində dövrün artan ksenofobiyasına, başqasına, fərqli olana qarşı dözümsüzlüyü göstərir. Və işin qəribə tərəfi də odur ki, baxın, eyni dövrdə Almaniyada Gutenberg kitab çapını ixtira edir.
Bu biliklərin yayılması üçün inanılmaz bir fürsət idi. Amma bu fürsətin, belə deyək, kölgəli tərəfləri də oldu, elə deyilmi? Təqiblər dedik, caduyar oğulları, inkvizisiya. Bunlar da məhz bu dövrdə sanki daha da güclənir. Eko bu paradoksu necə izah edir? Bu iki proses, biliklərin yayılması və təqiblərin artması necə əlaqəlidir? Çox maraqlı bir sualdır. Eko göstərir ki, kitab çapı təkcə humanist fikirlərin və ya elmi biliklərin yayılmasına xidmət etmədi. Eyni zamanda o təqibləri qızışdıran mətnlərin, məsələn, cadugərlik haqqında yazılanların, antisemit pamfletlərin də kütləvi şəkildə yayılmasına imkan yaratdı. Malleus Maleficarum, Cadugər çəkici kimi kitablar məhz bu dövrdə çap olundu və cadugər ovlarına sanki qanuni bir əsas verdi. Trentli Simon hadisəsi kimi uşaqların guya, Yahudilər tərəfindən ritual məqsədlə öldürülməsi ilə bağlı yalan şayələr də məhz çap vasitəsilə daha geniş yayıldı. Deməli, texnologiya həm xeyrə, həm də şərə işləyə bilərdi. Bəs kilsənin öz rolu necə idi bu proseslərdə? İnkvizisiya dedik. İnkvizisiya, xüsusilə İspaniyada, Rekonkistadan sonra dindən dönənləri və bidətçiləri təqib etmək üçün çox güclü bir alətə çevrildi. Amma kilsənin öz daxilində də böyük problemlər vardı. Eyni anda 2, hətta 3 papanın olduğu böyük bölünmə, skizm, dövrü hələ tam aradan qalxmamışdı. Konsil hərəkatı deyilən bir cərəyan vardı ki, onlar papanın səlahiyyətlərini məhdudlaşdırmağa, kilsəni islah etməyə çalışırdılar, amma papalıq buna müqavimət göstərirdi. Papalıq getdikcə daha çox dünyəvi bir gücə, İtaliyanın siyasi oyunlarında aktiv iştirakçıya çevrilmişdi. Kardinallar, papalıq məhkəməsi, hətta 4-cü Sixtus kimi papalarda nepotizm, yəni qohumbazlıq çox geniş yayılmışdı. Öz qohumlarını yüksək vəzifələrə təyin edirdilər. Dini həyatda isə devotio moderna kimi daha fərdi, daha daxili dindarlığa çağıran cərəyanlar da mövcud idi. Yəni, dini mənzərə də çox qarışıq idi. Anlaşıldı. Deməli, bir tərəfdə bu qədər qarışıqlıq, qaranlıq, münaqişə, digər tərəfdə isə intibahın o parlaq işığı, humanizm. Eko bu anlayışı necə təqdim edir? Nə idi bu humanizm əslində? Humanizm əsasən antik Yunan və Roma mədəniyyətinə, ədəbiyyatına, fəlsəfəsinə böyük bir marağın oyanması ilə başladı. Petrarka ilə başlayan bu hərəkat 15-ci əsrdə artıq tam gücü ilə çiçəklənirdi. Əsas fikir oydu ki, antik mətnlərdə insanın potensialı, ağlı, ləyaqəti haqqında çox dəyərli fikirlər var. Florensiyada Coluccio Salutati, Leonardo Bruni, Leon Battista Alberti kimi fiqurlar bu hərəkatın öncülləri idilər. Onlar təkcə qədim əlyazmaları axtarıb tapmaqla, tərcümə etməklə kifayətlənmirdilər. Həm də bu ideyaları öz dövrlərinə tətbiq etməyə çalışırdılar. Yəni, bu sadəcə ədəbiyyatla bağlı bir şey değildi. Daha geniş mənası vardı. Bəli, bəli. Məsələn, Bruno vətəndaş humanizmi, civic humanizm anlayışını irəli sürdü. Yəni, intellektuallar, təhsilli insanlar təkcə kitablarla məşğul olmamalı, həm də öz şəhərlərinin, öz respublikalarının idarəçiliyində, ictimai həyatında aktiv rol almalıdılar. Bu, antik respublika ideallarının bir növ canlandırılması idi. Alberti isə universal insan, homo universale idealını təcəssüm etdirirdi. O, həm yazıcı, həm memar, həm nəzəriyyəçi idi. Humanizm insanın dünyaya, özünə, öz imkanlarına baxışını dəyişirdi. İnsan artıq sadəcə günahkar, aciz bir varlıq kimi deyil, həm də yaradıcı, ağıllı, dünyanı dəyişdirə bilən bir varlıq kimi görülməyə başlanırdı. Və bu yeni baxış əlbəttə ki, incəsənət və elmdə də özünü göstərməli idi. Kitabda adı çəkilən sənətkarlar, alimlər, Brunelleschi, Donatello, Masaccio, sonra şimalda Jan van Eyck. Tamamilə, incəsənətdə böyük bir partlayış baş verdi. Florensiyada Brunelleschi kərpic günbəzi ilə mühəndislik möcüzəsi yaratdı və perspektiv qaydalarını yenidən kəşf etdi. Alberti isə bunu nəzəriyyələşdirdi. Bu, rəsmdə və memarlıqda inqilab deməkdir. Məkanı daha real, 3 ölçülü təsvir etmək mümkün oldu. Heykəltaraşlıqda Donatello antik formalara qayıdaraq inanılmaz dərəcədə canlı, psixoloji dərinliyi olan əsərlər yaratdı. Rəssamlıqda Masaccio freskalarında bu yeni realizmi və dramatikliyi tətbiq etdi.
Şimali Avropada, xüsusən Flandriyada isə Jan van Eyck kimi sənətkarlar yağlı boya texnikasını təkmilləşdirərək inanılmaz detallı, zəngin tekstural əsərlər yaradırdılar. Antonello da Messina kimi sənətkarların həm İtaliya, həm də Flaman təsirlərini birləşdirməsi də maraqlıdır. Sonra Botticelli, Mantegna, Bellini qardaşları, Bramante, siyahı çox uzundur. Bəli, bu adların hər biri intibahın fərqli bir üzünü təmsil edir. Botticellinin mifoloji mövzuları, Mantegna'nın o kəskin perspektivli, antik dövrə heyranlığı, Bellininin Venesiya rəngkarlığına verdiyi töhfələr. Bramante isə artıq yüksək intibah məmarlığının təməlini qoyurdu. Və bütün bu mədəni çiçəklənmə təbii ki, boş yerdə yaranmırdı. Himayədarlıq sistemi çox vacib idi. Florensiyada Medicilər, Milanda Sforzalar, Urbino'da Montefeltrolar, Mantua'da Gonzagalar kimi güclü və varlı ailələr sənətkarları, alimləri, yazıçıları himayə edirdilər. Bu həm də onların öz gücünü və statusunu göstərmək üsuluydu. Sənətkarın intellektualın statusu da dəyişirdi, deyəsən bu dövrdə. Dəqiq elədi. Onlar artıq sadəcə bir sənətçi, bir əl işçisi kimi deyil, həm də dərin biliyə, yaradıcı zəkaya malik intellektuallar kimi qəbul olunmağa başlayırdılar. Universitetlərin də rolu artırdı. Baxmayaraq ki, bəzi humanistlər universitetlərin sxolastik təhsil sistemini tənqid edirdilər. Ənənə ilə yenilik arasında daim bir gərginlik, bir dialoq vardı. Bəs elm və texnologiya? Orada hansı yeniliklər vardı? İlmdə də ciddi irəliləyişlər vardı. Ən əsası, insan anatomiyasına maraq çox artdı. Otopsiyalar, yəni cəsədlərin yarılması, daha sistemli şəkildə aparılmağa başlandı, bu da insan bədəni haqqında bilikləri artırdı. Leonardo da Vinci'nin anatomik rəsmləri bunun ən məşhur nümunəsidir. Elmi alətlər, usturlablar, kompaslar, saatlar təkmilləşdirilirdi. Hərbi texnologiya da inkişaf edirdi. Konrad Kayser'in Belli Fortis kimi əsərləri, Francesco di Giorgio Martini'nin hərbi memarlıqla bağlı işləri buna misaldı. Tibbdə də yeni yanaşmalar ortaya çıxırdı, baxmayaraq ki, hələ də əlkimya və astrologiya ilə sıx bağlı idi. Məsələn, Marsilio Ficino kimi humanistlər Platon fəlsəfəsini tibblə əlaqələndirməyə çalışırdılar. Musiqidə də dəyişikliklər olurdu deyəsən. Josquin de Prez kimi bəstəkarlar çox mürəkkəb, çox səsli əsərlər yaradırdılar. Şanson janrı populyarlaşdı. Həmçinin kilsə musiqisi ilə yanaşı, dünyəvi musiqi və instrumental musiqi də getdikcə daha çox əhəmiyyət qazanırdı. Beləliklə toparlasaq, Ekonun bizə göstərdiyi 15-ci əsr doğrudan da başdan-başa ziddiyyətlərlə, gərginliklərlə dolu, amma eyni zamanda inanılmaz dərəcədə dinamik və yaradıcı bir dövrdür. Bir tərəfdən orta əsrlərin sonu, dağıntılar, müharibələr, təqiblər, digər tərəfdən isə tamamilə yeni bir dünyanın, intibahın, humanizmin, müasir elmin təməllərinin atıldığı bir başlanğıc. Məsələdir. Ekoda məhz bu qarşılığı, bu bir-birinə zid görünən qüvvələrin, dağıdıcı müharibələrin və heyratamiz yaradıcılığın, dərin dindarlığın və kəskin dünyaviliyin, tolerantlıq axtarışının və amansız kəqiblərin bir arada mövcudluğunu göstərməyə çalışır. Sanki bir qazan idi ki, içində hər şey qaynayırdı və bu qaynamadan yeni bir şeylər doğulurdu. Çox maraqlı bir təsvir oldu. Bütün bu müzakirələrdən sonra, bu mənbələr əsasında dinləyicilərimiz üçün son bir düşüncə, bir sual qoymaq istəsək nə olardı? Yaxşı sualdır. Bəlkə də bu, Ekonun təsvir etdiyi bu təlatümlü əsrə baxdıqda insanın ağlını, potensialını, ləyaqətini ucaldan humanizmin çiçəkləndiyi bir vaxtda, eyni zamanda kütləvi təqiblərin, cadügər ovlarının, ksenofobiyanın da görünməmiş dərəcədə artması bizə nə deyir? Yəni, insan təbiətinin özündəki bu əbədi ziddiyyətlər haqqında, cəmiyyətin tərəqqi anlayışının nə qədər mürəkkəb və bəzən də qaranlıq tərəflərinin olması haqqında hansı nəticələrə gələ bilərik? Bu, məncə, üzərində düşünməyə dəyər bir sualdır. Həqiqətən də düşündürücü bir sualdır. Bu dərin təhlil və maraqlı söhbət üçün çox təşəkkür edirəm. Əziz dinləyicilər, ümid edirik ki, 15-ci əsrə bu səyahətimiz sizin üçün də maraqlı və faydalı oldu.
Zehin pod olaraq məqsədimiz məhz belə dərin mövzuları sizinlə birlikdə araşdırmaqdır. Əgər bugünkü söhbətimiz xoşunuza gəldisə, o zaman kanalımıza abunə olmağı, bəyənməyi və fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Növbəti təhlillərdə görüşənədək.